Salam dəyərli şagirdlər və müəllimlər. Deməli 15 mart tarixində keçirilmiş buraxılış imtahan sualları ilə gəlin tanış olaq. Birinci vuruqlarını ayırmadır. Görürük ki, burada müxtəsər vurma düsturudur. Yuxarını açdıq. 5A+4. 5A+4-lər ixtisar gedəndə doğru cavab D variantı. Funksiya sualıdır. Sadəcə x-in yerinə 3 qoymaq lazım idi. 2 vur 3 üstəgələk 3. Məxrəcdə 3-ün kvadratı üstəgələk 2. Yəni 11-də 9 doğru cavab Y variantı. Trapesiyanın sahəsini istəyir. Bilirik ki, orta xətti vurmalıyıq hündürlüyə. Yəni oturacaqları topladıq, böldük 2-yə, 6-nı 2-yə böldük 3, 3-ü 12-yə vuranda sahəmiz oldu 36. Çoxluqlar A-dan B-ni çıxmağımızı istəyir. Orta olanları A-dan çıxdıq. 1, 3, 5 oldu bizim doğru cavabımız. Burada 4-cü rübdə yerləşən A nöqtəsinin apsis oxuna qədər məsafə. Apsis oxuna qədər məsafə uşaqlar bizdən nəyi verir? Y-i verir. Yəni buradan bura qədər məsafə 4-dürsə, deməli bu -4 nöqtəsidir. Və ordinat oxuna qədər məsafə 6-dırsa, bu da bizə x verir. Deməli x-imiz də 6-dır. 6 - 4 oldu doğru cavab C. Kosinus alfamız bitişik katetin hipotenuza olan nisbətidir. Yəni A bölü C. Tangens bettanı istəyir. Tangens betta qarşıdakı katetin bitişik kateti olan nisbətidir. A kvadratı BC oldu bizim cavabımız. Burada kosinus 20 dərəcəni verib, sinus onu istəyir. Bu iki qat arqumentdir. Kosinus 20 dərəcə bərabərdir. 1 çıxılsın 2 sinus kvadratı 10 dərəcə olduğunu bilirik. O zaman gətirib bunu yerinə qoysaq, bu A-ya bərabərdirsə, onda 2 sinus kvadratı 10 dərəcəmiz 1 çıxılsın A-dır və buradan sinus kvadratı 10 dərəcəmiz 1 çıx A bölü 2-dir və buradan kök alsaq, sinus 10 dərəcəmiz kök altında 1 çıx A bölü 2-dir, yəni doğru cavab D variantı. Oturacağın perimetrin verib, yan tili verib, düz prizmanın səthinin sahəsini istəyir. Yan səthinin sahəsi zaten perimetr oturacaq vur H olmalıydı, L olmalıydı burada. Deməli 15-i biz nəyə vurduq? 9-a. 15, 930 düz prizmadır deyə zaten H-a bərabərdir. Uzunluqları 500-300 metr olan iki tuneldən birincinin son nöqtəsi ilə ikincisinin başlanğıc nöqtəsi arasındakı məsafə 15-dir. Uzunluğu 200 metr olan və sürəti 64 olan qatar birinci tunelə girməyə başladığı andan neçə dəqiqə sonra ikinci tuneldən tamamilə çıxar. Tamamilə çıxması üçün, yəni belə deyək, tam şəkildə çıxmalıdır. Öz uzunluğu qədər yol getməlidir qatar. Onda 500, 300, 200, 1 kilometr, 15 kilometrdə burada məsafə var idi. 15 kilometr, cəmi 16 kilometr yol gedir. Sürəti 16-dır deyə, 64-dür deyə 64-də böldük, oldu 4-də 1 saat. Dəqiqəyə çevirəndə 60-a vurduq, yəni tunelimiz, daha doğrusu qatar 15 dəqiqə yol getmiş olur. Loqaritma sualıdır. 2-ni gətirdik bura, oldu loqaritma 2 əsasdan, deməli x plus 4, 2 üstü 3 eləyir, 2 üstü 3 8-dir. 8 bu tərəfə keçsə, loqaritma kvadrat x, 3 loqaritma 2 əsasdan x, çıx 4 bərabərdir 0. Burada t desək loqaritma 2 əsasdan x-ə, onda t kvadrat çıx 3, t çıx 4 bərabərdir 0 olur və hasilləri -4, cəmləri isə -3 olan, daha doğrusu müsbət 3 olan ədədlər hansılardır? Deməli, 4 ilə -1-dir. Loqaritma 2 əsasdan x-imiz əgər -1 olsa, x-imiz 2-də 1. Loqaritma 2 əsasdan x-imiz 4 olsa, x-imiz 16-dır. Hasilləri 2-də 1 ilə 16-nın hasili oldu. 8 doğru cavab. -1-də ödədir. Deməli, çox ədəsin vuruqlarını ayırın. 12A-nı zaten mörtəzə xaricinə çıxartdıqda A-2 qalır. Permutasiya 4-dən 4 bilirik ki, 4 faktorial, 3-dən 3, 3 faktorialdır. 24 ilə 6-nı topladıqda 30 olmalıydı bunun cavabı. Asan sualdır. Kosinus 271 dərəcə bilirik ki, 4-cü rübdə, 4-cü rübdə kosinus müsbət. Tangens tək funksiyadır deyə mənfisini qabağa verir. Tangens 187 dərəcə 3-cü rübdür. 3-cü rübdə tangens müsbətdir. Qarşıda mənfi var deyə mənfi oldu. Yəni A-mız müsbət, B-miz mənfidir. Burada qüvvətlər toplanılmalıydı, oldu 0,5 və 16 üstü 2-də 1 kök altda 16 deməkdir. Oradan da 4 çıxmalıydı. Düzbucaqlının diaqonallarının sayı 2 dənə.
bizə deyir ki, A çoxluğudur, B çoxluğudur və B A-nın A çoxluğudursa, B A-nın içindədir. Yəni burada 4 element, burada 5 element var. Bura zaten bizə A çıx B-ni verir. A çıx B-nin 5 dənə elementi var. A çoxluğunda 9 element var. 9 elementdən təsadüfən ikisi seçilir. Kombinizon 9-dan 2 və istəyir ki, hər ikisi yalnız A-ya məxsus olanlar olsun. Yəni kombinizon 5-dən 2. Onda sürətimiz oldu 5 vur 4, 1 vur 2. Məxrəcimiz oldu 9 vur 8, yenə 1 vur 2. İxtisar getsə 4, ixtisar getsə 2. Sürətimiz 10, məxrəcimiz 36 və o da ixtisar getsə 18-də 5 olmalıydı bu cavab. Bərabərçiliyin tam həllərin cəmini istəyir. Köklərinin hasili -7, köklərinin cəmi isə 6-dır. Yəni 7 ilə -1-dir. Onda bizim intervallar üsuluna görə deməli -1 açıq, 7 açıq, müsbət, mənfi, müsbət və bizdən kiçik 0 istədi. Necə? -1, 7 aralığı oldu bizim cavabımız. 0, 1, 2, 3, 4, 5, 6 oldu bizim həllər çoxluğumuz. 10, 20, 21 oldu cəmi. Köklər cəmi oldu 21. Burada loqaritma 100 bilirik ki 2-dir. 7 ilə 2-ni topladıqda 9. 9 kökdən çıxdı 3. Yəni oldu loqaritma 2 əsasdan 14 üstəgələ 2 loqaritma 3 əsasdan 3. 3 əsasdan 3 elədi 1. 2 ilə 14-ü topladıq. 16. Loqaritma 2 əsasdan kök atdı 16-dan 4 çıxdı. Yəni loqaritma 2 əsasdan 4 o da elədi 2. Katetləri 6, 8, 10 düz bucaqlı bucağın böyük katet ətrafında fırlanmasından böyük katetimiz 8, bura 6-dır. Böyük katet ətrafında fırlanırsa, deməli bizim radiusumuz 6, hündürlüyümüz 8 və deməli doğran isə burada 10-dur. Onda bizdən istəyir ki, fiqurun yan səthinin sahəsi, S-yan da bilirik ki, PRL-dir. Onda 6-nı vurmalıydıq 10-a. Olmalıydı 60 pi bizim yan səthimizin sahəsi. Samir hər birinin satış qiyməti 250 manat olan su filtrlərinin satıldığı mağazada işləyir. Onun sabit əmək haqqısı 1000 manatdır. Bundan əlavə satdığı hər filtrin satış qiymətinin 4% qədər. Satış qiyməti 250 manatdırsa, 4% qədər bu adam əgər qazanc əldə eləyirsə, onda deməli hər filtrdən 10 manat pul əldə eləyir. Yanvar ayında 1400 əmək haqqı alıb, 1000 manat öz maaşı idi, 400 manat əlavə alıb, 400-ü 10-a bölürük, görürük 40 filtr satıb. Fevral ayında isə 560 manat əlavə qazanıb, 560-ı 10-a bölürük, görürük ki, 56 filtr satıb. 56-dan 40-ı çıxdıqda 16 filtr deməli daha çox satıbdır. Doğru cavab olmalıydı 16. Printer bir səhifə rəngli kağızı 50 saniyə, bir səhifə ağ-qara kağızı isə 30 saniyə çap edir. Deməli, x dənə rəngli kağız olsun, y dənə ağ-qara olsun. X dənə rəngli kağızı 50 saniyə çap edir, y dənə deməli ağ-qara kağızı 30 saniyə çap edir və cəmi yarım saat vaxt sərf edirsə 1800 saniyə vaxt sərf edir. Eyni zamanda səhifələrin cəmi 40 səhifədir, çap etdiyi səhifələr, oldu sistem tənlik. Aşağını 30-a vursaq, onda belə bir sistem tənliyi almış olacaq. Deməli, 50x üstə gələk 30y bərabərdir 1800-ə və buradan 30x plus 30y bərabərdir 1200-ə. Tərəf-tərəfə çıxsaq, 20x bərabərdir 600-ə və x də bərabərdir 30. Deməli, 30 dənə rəngli kağız çap edilir. Növbəti sual, burada AB toxunan AD kəsəndir. Deməli, AB-miz kök adda 5-dir və bura 1-dir. Onda CD-yə x desək, x-i taparıq biz buradan. Yəni, kök adda 5-in kvadratı 1 vur, 1 üstə gələk x, toxunan və kəsən arasında əlaqə. 5 bərabərdir 1 plus x desə, x-imiz 4-dür. X-i 4 tapdıqdan sonra, x-i 4 tapdıq biz. Deməli, buradan radiusu çəkib, radius, kök adda 5 bu məsafə idi və bu da bilirik ki, mərkəzdən vətərə endirilmiş perpendikulyar onu yarıya bölür, yəni 2-dir. Deməli, radiusun kvadratı bərabərdir 4 plus 5, Pifagor teorem elədik. Radiusun kvadratı 9-dursa, radiusumuz 3-dür. Dənizin A və B məntəqələrində olan gəmilər, deməli, D-yə 12-dir, D-yə 12-dir, B-də 20-dir.
və AD 9-dur. Pifaqora görə əgər BD 20-dirsə, onda DY 12-dirsə, bura oldu 16 və eyni şəkildə AY də olmuş oldu 15 Pifaqora görə. Və bizdən DC məsafəsini istəyir. Burada da 2 dənə üçbucaq oxşardır. Deməli, bu üçbucaqlar ki, qum saat əmələ gətiriblər, bunlar oxşardır. Bura X dedik. Bunlar da belə bir bu üçbucaqlar var. Deməli, 9-un 16-ya nisbəti yan tərəf X-dir, digərində yan tərəf isə 20 çıxılsın X olsun. 20 çıxılsın X-ə bərabərdir. 16X bərabərdir. 9-u 20-yə vuranda 180 çıx 9X və buradan 25X-imiz bərabərdir 180-da və X də bərabərdir 180 bölü 25, yəni 36 bölü 5. 36-nı 5-ə böldükdə 7/2. Deməli, burada C-də 7/2-dir. Bir hava yolu ilə şirkətində tək istiqamətli biletin qiyməti 150 manat, gediş-dönüş təyinatlı biletin qiyməti isə 180 manatdır. Cədvəldə Asif və Nurayn bu şirkətdən aldığı biletlərin sayı göstərilmişdir. Deməli, 18 çıxılsın X ədəd tək istiqamətli alıb və 150-dir burada deməli bir biletin qiyməti. Sonra gediş-gəliş təyinatlı X-dir və 180 manatdan alıb. Onda 180 vurulsun X, bu belə deyək, Asifin xərclədiyi puldur. Nurayın xərclədiyi pul isə X plus 4 ədəd alıb tək istiqamətli vurduq 150-yə və 180-ı da vurduq 15 çıxılsın X, yəni gediş-gəlişə. Onda deyir ki, bu pullar bir-birinə nədir? Bərabərdir. Yəni, bunların xərclədiyi pullar bir-birinə bərabərdir. Gəlin, bunları bərabər eləyək. Vurduq, açdıq. 18, 15, 2700 çıx 150X üstəgələk 180X bərabərdir. 150X üstəgələk 600, buradan da yenə 2700 çıx 180X olmuş oldu. 2700-lər getsin, 180X burada, 180X burada. Deməli, bura oldu 30X bərabərdir. 600 çıxılsın 30X və buradan 60X-imiz 600-dürsə, X-imiz 10-dur. Nurayın aldığı tək biletləri istəyir. Nurayın aldığı tək istiqamətli bilet 14 dənə. X-in yerinə 10 qoyduqdan sonra. Deməli, sonuncu sual. Aqil boşdaqla birinci gün bir ədəd 50 qəpik. Birinci günü qeyd eləyək. Birinci gün bir ədəd 50 qəpik, 2 ədəd 20 qəpik və 3 ədəd 10 qəpikdir. Deməli, bir ədəd 50 qəpikdir, 2 ədəd 20 qəpik 40-90 qəpik, 3 ədəd 10 oldu 1 manat 20 qəpik. Deməli, birinci gün 120 qəpik pul qoyub. Sonra o növbəti günlərdə daxil atdığı hər növ qəpiyin sayını əvvəlki günə nəzərən bir ədəd artırdı. Deməli, ikinci gün 2 dənə 50 qəpik qoydusa 100 qəpik qoydu, 3 dənə 20 qəpik qoydusa 60 qəpik qoydu və 4 dənə 10 qəpik qoydusa 40 qəpik qoymuş oldu. Deməli, ikinci gün 200 qəpik pul qoymuş oldu. Və üçüncü günə baxaq. Üçüncü gün 3 dənə 50 qəpik qoydu, bu elədi 150 qəpik. 4 dənə 20 qəpik qoydu, bu elədi 80 qəpik və 5 dənə də 10 qəpik qoydu, bu oldu 50 qəpik. Cəmi oldu 280 qəpik. Deməli, burada görürük ki, hər gün qoyduğu pullar burada ədədi silsilə əmələ gətirir və D-miz burada 80-dir, A1-imiz də 120-dir. Cəmi 48 manat pul qoyubsa 4800 SN-imizdir. Biz bilirik ki, SN bərabərdir 2A1 üstəgələk N sıx 1D böl 2 vur N düsturu ilə tapılır. Gəlin burada yerinə qoyaq rəqəmləri. 4800 bərabərdir 2A1-dir. A1-imiz 120 idi, vurduq 2-yə. Üstəgələk N sıx 1 vurduq 80-ə. Böldük 2-yə, vurduq nəyə? N-ə. Elə əslində yerindəcə ixtisar eləmək olar. Məsələn, deyək ki, 4800 bərabərdir. Bu ikilərlə bunları ixtisar etsəydik, 120 üstəgələk 40N sıx 40 vurulsun N qalardı. Bunu vuraq, açaq. 4800 bərabərdir 120N üstəgələk 40N kvadrat sıx 40N. İndi hər tərəfi 40-a bölsək, burada oldu deməli 120 bərabərdir 3N üstəgələk N kvadrat sıx N. Yəni N kvadrat plus 2N sıx 120 bərabərdir 0 tənliyini alırıq.
Yəni hasilləri -120, cəmləri -2-dirsə, 12, -12 ilə 10-dur köklərimiz. Enimiz mənfi olan məz, deməli enimiz 10-dur. Eni tapdıq 10. Burada bizdən nə soruşur? Neçə gündən sonra daxıla cəmi 48 manat pul olacaq? Bura əgər neçə gündən soruşursa, məsələn, birinci gün 120 qəpik atmışdı. Neçə gündən sonra 48 manat pul olacaq? 9 gündən sonra. Birinci gün 120 qəpiyimiz var idi. 10-cu gün 48 manat pulumuz varsa, deməli 9 gün keçib. Əgər doğru, yəni sual düzgün qoyulubsa, neçə gündən sonra istəyirsə 9 gün. Yox, əgər neçənci gün nəzərdə tutulubsa, onda elə 10-cu gün 48 manat adamın pulu olacaq. Yəqin ki 9 nəzərə alacaqlar. Bu qədər əzizlər, hamıya uğurlar.